Bu tip videoların davamlı olması üçün videolarımızı bəyənməyi, paylaşmağı və eyni zamanda kanala abunə olaraq bildirişləri aktiv etməyi unutmayın. Cənub Karolina Universitetinin alimləri immun sistemini möhkəmləndirən metod təqdim ediblər. Alimlər sübut edir ki, 3 gün ərzində ac qalmaq immun sisteminin fəaliyyətini xeyli yaxşılaşdırır. 3 günlük aclıqdan sonra yeni immun hüceyrələrinin istehsalı artır ki, bu həm virus və mikroblar, həm də orqanizmdə hər gün əmələ gələn xərçəng hüceyrələri ilə mübarizəni aktivləşdirir. Azertib.az xəbər verir ki, bundan əvvəl aparılmış elmi araşdırmalar da qısa müddətli aclığın insan orqanizmi üçün çox faydalı olduğunu təsdiq edib. Videonu izlədiyiniz üçün təşəkkürlər. Bu tip videoların davamlı olması üçün videolarımızı bəyənməyi, paylaşmağı və eyni zamanda kanala abunə olaraq bildirişləri aktiv etməyi unutmayın. Sədaqət Kazımova, Azertib.az. Sağlam gələcək, Azertiblə gələcək.